Salam, mən Nərmin müəllimə. Sizinlə 7-ci sinifdən növbəti mövzu onurğalı heyvanların xarici bədən örtükləri mövzusunun izahını deməli paylaşacağam. Və izah başlamışdan əvvəl demək istəyirəm ki, yoldaşlar, həm BRFM, həm də abituriyent səviyyəli 7-ci sinifi bütövlüklə əhatə edən test toplumumuz artıq satışdadır və bütün bölmələr, o cümlədən də məhz bu 7-ci sinifin 4-cü bölməsi ilə bağlı 100-dən çox test tapşırığı məhz toplumumuzda yer alır. O cümlədən də 7 sınaq yer alır toplumumuzda. Yəni bütün bölmələr üzrə biliklərinizi təkmilləşdirdikdən sonra sınaqlar işləyərək də yenə də özünüzü yoxlaya bilərsiniz. Belə. Canlıların nəinki onurğalı, hətta onurğasız, ümumiyyətlə heyvanların əksəriyyətinin xarici bədən örtükləri bir sıra funksiyalar yerinə yetirir. Təbii ki, elə ən başda adından gördüyü kimi bədəni xaricdən örtərək xarici tərsədən müdafiə edir. Yəni bakteriyaların təsirindən və yaxud da havada olan bir sıra xüsusiyyətlərdən, məsələn, ən sadə halda zərərli qazların dəri vasitəsilə, bədən səthi vasitəsilə bədənə daxil olmasından, o cümlədən indi onurğalılarda deməyəm, amma onurğasızların bədən örtükləri bəzən dayaq, yəni skelet rolunu oynayır və s. Ümumi götürdükdə onurğalı heyvanların bədən örtükləri eyni zamanda onları xarici mühit amilinə də uyğunlaşdırır. Yəni, misal üçün, bizim kitabımızda olan bəzi nümunələr var. Misal üçün, qurbağadır, kəpənəkdir, sonra balıqlardır ki, məhz bəbir formasındadılar özlərini daha qorxunc göstərmək üçün və yaxud da bəzi canlılar özlərini cansızlara bənzədir, məhz müdafiə olunmaq üçün başqa canlıların, belə deyək də, yırtıcı, daha dəqiq desək, canlıların nəzərindən qaçmaq üçün, yayınmaq üçün və s. Heyvanlar aləmini bölürük iki böyük qrupa. İndi hələ ki 7-ci sinif dərsliyimizdə bizim üçün əlavə heç bir takson yazmadığı üçün mən də məcburam sizin bilik səviyyənizə, yaş səviyyənizə, dərslik səviyyənizə uyğun sadəcə elə qruplar halında deyim. Heyvanlar aləmi iki böyük qrupa bölünür. Onurğasız heyvanlar və onurğalı heyvanlar. Onurğasız heyvanlar daha ilk yaranmışdır təkamüldə. Onurğasız heyvanlara bizim kitabımıza verilən nümunələr bağırsaq boşluqlular, dərsi tikanlılar, həlqəvi qurdlar, mollyusklar və boğmayaqlılardır. Çalışacağam ki, hər izahda sizin üçün belə ümumiləşdirmələr edim. Hətta nümayəndələrlə və s. ümumiləşdirmələr edərək birlikdə belə deyək də öyrənə bilərik. Onurğasız heyvan sizdən soruşanda sayırsız bağırsaq boşluqlar, dərsi tikanlılar, həlqəvi qurdlar, mollyusklar və boğmayaqlılar. Bunu hətta təklif edərəm ki, öz qeyd dəftərinizə də yazasınız ki, konspekt halında gözünüzün qarşısında daha yaxşı öyrənmiş oluruq. Onurğalı heyvanlara aiddir. Balıqlar, suda yaşayanlar və yaxud da amfibilər, sürünənlər, quşlar və məməlilər. Və onurğalı heyvanlarda bu sıralama onların inkişaf səviyyəsini göstərir. Yəni, onurğalı heyvanlarda ən sadə quruluşlular soruşsalar, istəyir daxili, istəyir xarici orqanlarının səviyyəsinə görə deyəcəyik balıqlar. Ən alini soruşsalar deyəcəyik məməlilər, yəni balıqlardan üzü məməlilərə doğru onurğalı heyvanların inkişaf səviyyəsi qeyd olunmuşdur. Davam edirik. Onurğalılardan biz bu dərsdə məhz onurğalılardan danışırıq. Onurğalıların hamısı üçün daxili okskelet rolunu oynayan onurğa var və ümumiyyətlə yoldaşlar, hər hansı birində burada yenə də biz qruplar haqqında danışırıq. Təzə dərslərə əsasən 8-ci sinifin sonunda öyrənəcəksiniz taksonları. Deməli, onurğalı heyvanlar deyiriksə biz burada onurğası olmayan bir heyvan deyə bilmərik. Misal üçün, biz baxırıq taksona. Taksonun adı nədir? Onurğalı. Soruşsalar ki, hansı onurğalı heyvan onurğası yoxdur deyəcək, belə bir şey yoxdur. Adı üstündə bu onurğalı heyvandır. Belə. Amma digər xüsusiyyətlərdə əlbəttə ki, artıq istisnalar olacaqdır. Məsələn, bu istisnalardan biri, istisna deməyək də, daha doğrusu nəsə xüsusiyyətlərdən biri bədən temperaturudur. Bədən temperaturu ətraf mühit temperaturundan asılı olan canlılar var və asılı olmayan canlılar var. Məsələn, burada sarı rəngdə göstərilmişdir ətraf mühitin temperaturu. Ətraf mühit temperaturu dəyişdikcə göy rəngdə görsənir, görürsüz, dəyişir. Yəni, bu göy rəngə aiddir. Biz deyirik soyuqqanlı heyvanlar. Soyuqqanlı heyvanlara da aiddir balıqlar, suda yaşayanlar və sürünənlər. Onurğalılardan söhbət gedirsə, balıqlar, suda yaşayanlar və sürünənlər soyuqqanlı heyvanlardılar. Bu nə deməkdir? Ətraf mühitin temperaturu yüksəldikcə
canlıların da fəallığı yüksəlir və yaxud da əksinə ətraf mühitin temperaturu aşağı düşdükcə, azaldıqca canlıların da aktivliyi, fəallığı azalır. Məsələn, biz hal-hazırda fevral ayındayıq. Mən bir meşədə gəzinti zamanı heç vaxt ehtiyat etməməliyəm. Yəni normal haldaçı birdən ilan məni sancar. Çünki hava soyuqdursa, soyuqqanlı heyvanların əksəriyyəti passiv həyat tərzinə keçmiş olur. Yəni mən torpağın üstündə, yarpağın altında o artıq belə deyək də ağacdan tökülən xəzəl yarpaqlı çeyiri, həmin o yarpaqların altında gizlənmiş bir ilan görməyim demək olar ki, qeyri-mümkündür. İndi əgər tutalım, misal üçün deyim, ola bilər də ki, fevral ayında da hava çox isti ola bilər və s. Bunu istisna kimi götürməsək əgər, normalda fevral ayında bəli, biz dağda, daşda, dərədə gəzən zaman, misal üçün, özümüzü bir ilandan qorumaq məcburiyyəti duymamalıyıq və yaxud da əqrəbdən qorumaq məcburiyyəti duymamalıyıq. Amma təbii ki, biz bir canavardan və yaxud da olsun, misal üçün, yanımızda bir körpə uşaq varsa, bir qartaldan, bəli, qorumaq ehtiyacı duymalıyıq. Niyə? Çünki bu canlıların bədən temperaturu və yaxud da fəallığı ətraf mühit temperaturundan asılı deyil. Burada biz görürük ki, narıncı və yaşıl rəngdə iki tip görürük, düzdürmü? Bədən temperaturu sabit olanları. Ümumi deyirik ki, quşlarda bədən temperaturu 42-43 dərəcə, yəni daha yuxarıdır. Məməlilərdə bədən temperaturu 36-38, mən də misal üçün 37 yazıram. Yəni daha aşağıdır, amma yenə də sabitdir. Məsələn, biz özümüzdən götürsək, bizim ortalama bədən temperaturumuz, normal bədən temperaturumuz 36 dərəcədir. Əgər mən termometrdə 38 dərəcəni görürəmsə, bu deməkdir ki, bədənimdə hansısa bir artıq proses var, temperaturum yüksəlmişdir və yaxud da termometr 35 dərəcəni göstərirsə, demək, yenə də bədənimdə bir, belə deyək də, soyuqluq artıq həm də hiss eləməliyəm özümdə ki, artıq bədənim soyuyur. Yəni, bu normal hal deyil. Yəni, bədən temperaturumuz ətrafda istəyir -30 dərəcə temperatur olsun, istəyir müsbət 30 dərəcə temperatur olsun. Bizim bədən temperaturumuz 36 dərəcədə özünü saxlamağı bacarır. Belə. Quşlarda isə bu 42 dərəcədir. Yəni ona görə mən bir qarın üstündə gəzəndə belə bir dovşana təsadüf edə bilərəm, bir canavara təsadüf edə bilərəm, bir sərçəyə, bir sığırçına, bir qartala təsadüf edə bilərəm. Niyə? Çünki quş və məməlilər isti qanlı heyvanlardılar və yaxud da bu heyvanların bədən temperaturu və yaxud da orqanizmasının fəallığı ətraf mühit temperaturundan asılı deyil. Burada narıncı rəngdə göstərdik məməliləri, yaşlı rəngdə göstərdik quşları. Göy rəngdə göstərdik balıqlar, amfibilər yazacağım, yəni suda yaşayanlar və reptililər və yaxud da sürünənlər. Sarı rəngdə isə deyəcəyik ətraf mühit temperaturu. Belə, yəni ətraf mühit temperaturu necə dəyişir? Dəyişsin, quş və məməlilərin bədən temperaturuna və yaxud da fəallığına təsir etməyəcək. Düzdür, indi bəzi məməlilər var, misal üçün qış yuxusuna gedir. Bu məməlilərin də qış yuxusuna getməsində səbəbi qida tapmamaqdır. Yəni qida tapmadığı üçün payızdan artıq ehtiyat toplayır. Bu ehtiyat ola bilər ki, həm bəzi canlılar torpaq altında və s. toplayır və yaxud da ayı, porsuq kimi canlılar hansı qış yuxusuna gedir. Bu canlılar isə dərisinin altında ehtiyat piy halında toplayır. Yəni belə desək, lor dildə. Məsələn, biz bir payızda ayının köçəldiyini görəcəyik, çünki o dəri altında piy toplayır, amma artıq deməli, misal üçün aprel ayında biz ayının bir xeyli arıqladığını görərik, çünki o qış ərzində dəri altında topladığı piydən istifadə edəcək. Belə. Davam edirik. Bu bizim dərsliyimizdə verən fəaliyyət hissəsidir. Onurğalı heyvanlar bədən örtükləri. Burada cədvəldə bizdən nə istəyir? Bədən örtüyünün xüsusiyyətləri. Balıqların bədən örtüyü, bədəni xaricdən əhatə olunmuşdur pulcuqlarla və eləcə də dərisi nəmdir. Nəmdir. Yaşadığı mühit suda yaşayır. Örtüyün əhəmiyyəti, deməli, pulcuq onun bədənini qoruyur. Nəm dəri isə onun bədənini həm sürüşkən edir, həm də yenə mikroorqanizmlərdən qoruyur. Kərtənkələnin bədən örtüyü tamamilə qurudur və pulcuqludur.
üzəri pulcuqlarla örtülmüşdür. Bəlkə də görmüsünüz yılan qabığını necə dəyişir. Yəni pulcuqlarını tökür belə deyək və ya da qabığını dəyişir. Yaşadığı mühit həyat tərzi sürünənlər, çərtənçəli sürünənlərə aiddir. Sürünənlər ümumi götürəndə quraqlıq heyvanlarıdır. Düzdür, indi misal üçün timsah daha çox suyun içərisində olur həyatın çox hissəsində, amma timsah özü də istəsə bir quru mühitdə yaşaya bilər. Çünki fakt sürünənlər, yəni çərtənçə özü sürünənlər quraqlıq heyvanlardılar. Örtüyün əhəmiyyətini misal göstərə bilərik. Örtüyün əhəmiyyəti də quraqlıqda yaşadıkları üçün məhz bu quru və pulcuqlu dəri suyun buxarlanmasının qarşısını alır və yaxud da bədənin qurumasının qarşısını alır. Bunu necə izahləyə bilərik? Misal üçün biz məməlilər hava isti olanda tərləyirik, düzdürmü? Hava isti olanda özümüzdən su buxarlandırırıq, xaric edirik, yəni tərləyərək bədənimizi soyutmağa çalışırıq. İndi burada sürünənlər də quraqlıq mühiti yaşamağa uyğunlaşdıqları üçün və həmin o quraqlıqda daha çox bədən su itirməsin, su itkisinin qarşısını almaq üçün dərisi qurudur və pulcuqludur. Bu pulcuqlar suyun xaric olmasının qarşısını alır. Quşların bədən örtüyü, quşların bədənləri lələklərlə örtülmüşdür. Yaşadığı mühit mən hava deyərəm, yəni əksəriyyəti uçur quşlar, yəni hava mühitini tutmuşdular. Örtüyün əhəmiyyəti də elə həm yenə də temperaturun sabit saxlanmasında iştirak edir lələklər, həm də təbii ki, onun uçmağına xidmət edir. Bədən temperaturunun sabit saxlanmasında deyə bilərik, bayaq biz dedik ki, quş və məməlilərdə bədən temperaturu sabitdir. Məməlilərin bədən örtüyü tükdür. Həmin bu tük deməli bədən temperaturunun sabit saxlanmasına rol oynayır. Quşlarda isə lələklər. Yəni misal üçün biz özümüzə baxsaq görürük ki, qolumuzda, ayağımızda və s. artıq tüklər tökülmüşdür. Yəni bir pişikdə, itdə, meymunda və s. olduğu kimi sıx tük örtüyü yoxdur. Niyə? Çünki axı biz artıq paltar geyinirik. Biz paltar geyinirik deyə tük örtüyünə ehtiyac olmamış və biz onu tökmüşük belə dedik, bioloji olaraq tökmüşük. Amma misal üçün hal-hazırda yenə də fevral ayında hava soyuqdur və biz həyətdə bacada gəzən iti pişiyi görə bilirik. Necə görünür, necə gəzir bunlar? Çünki onların tük örtüyü bədənin temperaturunun sabit saxlanmasında rol oynayır. Quşlarda isə lələk örtüyü. Yaşadığı mühit və həyat tərzi məməlilər həm havada yaşaya bilən, uça bilir, məsələn, yarasa, həm suda yaşaya bilir, məsələn, balina, delfin, həm torpağın altında yaşaya bilir, məsələn, köstəbə, həm də əksəriyyəti torpağın üstündə yaşayır. Yəni yaşadığı mühitə müxtəlif deyə bilərik. Bizdən də soruşsalar ki, müxtəlif nə edir? Artıq nümunələr hamısını tək-tək saydıq. Örtüyün əhəmiyyətinə də bəli, hər ikisində həm lələk uçmağa, həm də bədən temperaturunun sabit saxlanmasında, məməlilərdə isə örtüyün əhəmiyyəti bədən temperaturunun sabit saxlanması deyə bilərik. Davam edirik növbəti. Biz artıq gəldik balıqlardan danışmağa. Deməli, balıqların bədən örtüyündən danışırıq. Balıqların bədən örtüyü şəkildə görsəndiyi kimi pulcuqlarla örtülmüşdür. Pulcuqlarla örtülmüşdür və pulcuqlar necə yerləşir deyəndə, pulcuqlar kiremit formasında yerləşmişdir. Kiremit forması, yəni baxın, misal üçün deyirəm, bir pulcuq budursa, o birisi yandaş pulcuq budursa, üstdəki pulcuq onu bu formada örtür. Belə. Yanında da bir dənə pulcuq buradadır və üstdəki pulcuq da onu bu formada örtür. Yəni pulcuqlar bir-birinə tam sıx şəkildə söykənmir, bir-birini belə yavaş-yavaş üstünü örtə-örtə gedir və pulcuqların bu formada düzülməsi balığın hərəkətliyini məhdudlaşdırmır. Balıq sağa, sola əyilə bilir, dönə bilir və s. Burada pulcuqlar ona heç bir şəkildə maneəçilik törətmir. Sadəcə olaraq yenə deyirik, bədəni xaricdən qoruyur. Yəni sərt zərbələrdən və s. pulcuq onu qoruyur və eyni zamanda deyə bilərik ki, balıqların dərisi nəmdir. Bunu mütləq də saxlayırıq. Silik ifraz edən çoxlu vəzilər var və bu vəzilərin, yəni bu nəmliyin funksiyası nədir? 1. Deməli, balıqların bədəni sürüşkən edir. 2. Sudakı mikroorqanizmlərin, parazit orqanizmlərin bədənə daxil olmasının qarşısını alır. Və kitabımızda yoldaşlar verilmişdi. Bəzi balıqların deməli pulcuqlarının formaları bax bu şəkilləri mütləq şəkildə əzbər yadda saxlamalıyıq. Hansı balığın pulcuğunun forması hansı formadadır? Bu həm abituriyent səviyyəsində sizə mütləq şəkildə lazım olacaq. Yəni sual formasında qarşımıza çıxa bilər. Yəni kitabdakı şəkilləri heç vaxt şəkildir deyib sadəcə baxıb keçmək olmaz. Biz kitabdakı şəkilləri
oxumağı bacarmalı, oxuyaraq əzbərləməyi bacarmalıyıq. Çünki nə deyirəm, bizə bu şəkillər həm RFM səviyyəsi olsun və yaxud da yenə deyirəm, abituriyent səviyyəsində olsun, lazım olacaq. Məsələn, köpək balığının üzərindəki pulcuqların forması. Bu pulcuğun şəklini salacaq. Sizdən xüsusiyyətlər soruşacaq ki, bu pulcuğa malik canlıya aid xüsusiyyətləri seç. Belə. Ə, yəni indi siz irəliləyən dövrlərdə yəqin onurğalı heyvanlar haqqında daha ətraflı məlumatlar alacağıq. Yəni misal üçün bir xana balığı ilə köpək balığının da biz bir sıra fərqli xüsusiyyətlərini biz öyrənəcəyik. İndi sadəcə biz balıq olaraq öyrənirik bu dəqiqə üçün, amma gələcəkdə balıqları belə bir-birindən biz fərqləndirəcəyik. Ona görə də indidən artıq o bizə verilən məlumatları tam dolğun şəkildə başa düşüb və eyni zamanda əzbər yadda saxlamalıyıq. Növbəti amfibilərdir, yəni suda quruda yaşayanlardır. Yenə də kitabımızda bunu qrup olaraq yazır, amma biz buna sinif deyirik. Suda quruda yaşayanlardır. Suda quruda yaşayanların dərisi nəmdir. Baxın, birinci şəkildə görsəndiyi kimi də nəmdir. Bu nəmlik nəyə xidmət edir? Deməli, qurbağalar dəri vasitəsilə, yəni bədən səthi vasitəsilə, dəri vasitəsilə tənəffüs edir və bu dərinin nəm olması onun məhz tənəffüsünə xidmət edir. Yəni biz özümüzdən götürsək, məsəl üçün insan olaraq yayda hiss eləmisinizmi? Məsəl üçün temperatur çox yüksəkdir, 40 dərəcəyə çatır temperatur və deyirik ki, nəfəs ala bilmirəm, nəfəsim çatmır. Əslində temperatur yüksəkdir, amma niyə nəfəs ala bilmirik? Çünki hava qurudur. Yəni quru havada qaz mübadiləsi çətin baş verir və buna görə də suda quruda yaşayanlar, yəni amfibilərin dərisi nəm olur. Niyə? Çünki bu dəri onlarda tənəffüsə xidmət edir. Belə. Və bir də bəzi suda quruda yaşayanlar var ki, məsələn, ikinci şəkildə görürsünüz, üzəri biraz daha sərt kimi, üzəri biraz daha belə qabarıq formada görsənir. Bu isə quru qurbağasıdır. Quru qurbağası daha çox quruda olduğu üçün onun dərisi nisbətən qərniləşmişdir. Belə deyirik, və yaxud da buynuzlaşmışdır. Niyə? Su içsin, qarşısını almaq üçün bayaq da dediyimiz kimi, hansı ki, kərtənkələdə var idi bu xüsusiyyət, yəni eyni xüsusiyyəti daşıyır. Və növbəti gəlirik sürünənlərlə. Sürünənlərin üzəri artıq bayaq da demişdik, pulcuqlarla örtülüdür. Bu pulcuqlar deməli sürünənlərin bədənində su itkisinin qarşısını almaq üçündür və bu pulcuqlar qərniləşmiş və yaxud da buynuzlaşmışdır. Eyni zamanda bu pulcuqlar onların bədənində xarici dayaq rolunu da, yəni mexaniki təsirlərdən də qorumağa xidmət edir. Yəni misal üçün bir ilan torpağın altında sürünürsə, təbii ki, torpağın altına girir, onun torpağın altında dərisini zədələnməkdən qoruyur və s. Bir də deməli sürünənlərdən yalnızca tısbağalarda çanaq var. Çanaq gördük, bax, həm üstdən bədən əhatə edir, həm də burada sarımtıl kimi görsənir, həm də altdan bədəni qoruyur. Yəni hər iki tərəfdən, həm üstdən, həm də altdan bədəni qoruyur. Amma bir tısbağa heç vaxt öz çanağını belə deyək də dəyişə bilməz. Heç vaxt öz çanağını tərk edə bilməz. Niyə görə soruşsalar deyəcəyik ki, çünki tısbağanın çanağı onun onurğa sütununa birləşmişdir. Tısbağanın çanağı onurğa sütununa birləşmişdir deyə o heç vaxt öz çanağını tərk edə bilməz. Və görürük nümayəndə olaraq burada timsahı, görürük nümayəndə olaraq ilanı və görürük nümayəndə olaraq kərtənkələni. Çalışdım ki, sadəcə kitabda bizə verilən məlumatdan kənara çıxmayaq, amma təbii ki, sürünənlərin də çox daha rəngarəng, belə deyək, nümayəndələr var. İrəliyən dərslərdə ehtiyac olarsa, gəlsə daha maraqlı, belə deyək də, nümayəndələr haqqında da məlumat verərik. Növbəti quşlardan danışırıq. Quşların bədən örtüyü lələklərdir. Lələklər, bayaq da dedik artıq, həm quşların uçmasına xidmət edir, həm də onların bədən temperaturunun sabit saxlanılmasında rol oynayır. Məsələn, birinci şəkildə göstərmişik tovuz quşu. Tovuz quşu burada görsənən erkək nümayəndədir. Hardan bilirik? Ümumiyyətlə, heyvanlar aləmində daha rəngarəng, daha qəşəng görünüşə
üzr istəyirəm, malik olan canlılar məhz erkək nümayəndələrdir. Məsələn, biz burada görürük toyuğu və onun cücələrini. İndi müqayisə etsək bir toyuqla xoruzu, xoruz necə belə rəngarəngdir, daha iridir, daha belə gözə gəlimlidir. Yəni ümumiyyətlə erkək nümayəndələr daha qəşəng olur. Məsəl üçün oxuyan quşların əksəriyyəti erkəklərdir. Buna bizdən soruşa bilərlər ki, tovuz quşunun misal üçün iri, uzun lələkləri var. Bu hansı quşdur? Bu məhz deməli erkək quşdur. Erkək quşdur. Bu da belə, bu da yəni quşların da lələkləri və lələklərin müxtəlif funksiyaları var. Hə, deməli sürünənləri bayaq sürünənlərin dərsi tamamilə qurudur. Quşlarda isə bir dənə büzdüm vəzi var. Məhz bədənin sonunda bax burada büzdüm sümüyün üzərində büzdüm vəzi var və büzdüm vəzi yağa bənzər və yaxud da piyə bənzər maddi ifraz edir. Bunun funksiyası nədir? Quş dimdiyi ilə, bəlkə də görmüşük nə vaxtsa, quş dimdiyi ilə o vəzini sıxır, oradan o yağa bənzər maddəni götürür və sürtür lələklərinə. Bu suda yaşayan quşlarda daha çox belə deyək lazımdır. Niyə? Əgər quş suda üzürsə, o lələklər suda islanar belə deyək də, quşun batmasına səbəb ola bilər və ya quşun daha gec bədəninin daha gec qurumasından səbəb ola bilər və s. İndi isti aylarda heç də, amma soyuq aylarda təbii ki, biz bir qazdır, ördəkdir deməyəcək ki, mən soyuqda suya girmirəm və s. Yenə də suya girəcək, amma məhz o büzdüyün vəzi vasitəsilə lələklərinə sürtdüyü o maddə onun bədəninin islanmasının qarşısını alacaq, həm də lələklərin tamlığını qoruyacaq. Bunu uçan quşlar dedir, dimdikləri vasitəsilə daima öz lələklərini düzəldirlər və lələklərin müxtəlif növləri var. Böyük lələklər var, hansı bu lələklər qanadda və quyruqda olur. Bir də daha balaca lələklər var. Bunlar da gövdə lələkləridir. İndi yəqin ki, irəliləyən siniflərdə lələklər haqqında daha geniş məlumatlar alarıq. Belə və burada görsənir, burada ən axırıncı lələk görürsüz necə dağınıq formadadır bu. Bir dənə bunu deyəcəm. Bədənin o ən altda olan lələklərdir ki, bədənin isti saxlanmasında rol oynayır. Bayaq biz hansı demişdik ki, lələklər eyni zamanda bədən temperaturunun sabit saxlanmasında rol oynayır. Bu da belə. Bu da deməli quşlar və ən sonda gəlir məməlilər. Məməllərin də əksəriyyətinin bədəni tüklərlə örtülmüşdür, amma təbii ki, hamısını demirik. Əksəriyyətini deyirik. Niyə? Çünki bax birinci şəkildə misal üçün bizə verilir armadil. Armadilin üzəri zirehlərlə örtülmüşdür. Yenə də təbii ki, bu qərniləşmişdir, epiteli mənşəlidir, amma nəticədə zireh deyirik. Üzəri zirehlə örtülmüşdür. İkinci qarışqa yeyəndir. Üzəri deməli tüklərlə örtülmüşdür. Üçüncü kirpidir. Kirpidə dərinin üzəri tikanlarla örtülmüşdür. Dördüncü balinadır. Balina, delfin kimi iri su heyvanlarının deməli üzərində tük örtüyü yoxdur. Tamamilə tük örtüyünü görmürük. Növbəti koaladır. Biz koalada tük örtüyünü görürük və ən sonda becamotdur, yenə də becamotdur, fildir, çərçədandır. Bu tip iri heyvanlarda da biz yenə tük örtüyünü görmürük. Dəriləri çox qalınlaşmışdır və tük örtüyü yoxdur. Belə. Yəni ümumi götürəndə deyirik ki, bəli, məməllərin xarici bədən örtüyü tük örtüyüdür və dərilərində olan vəzilərinin həm sayına görə, həm də müxtəlifliyinə görə ən çox olan məhz məməllərdir. Tər vəzləri var, piy vəzləri var, qoxu vəzləri var, süd vəzləri var. Belə ki, bu vəzlər olan dərilərdə yerləşir. Yenə həm sayca ən çoxdur məməlilərdə dəri vəzləri, həm də müxtəliflik olaraq ən çoxdur dəri vəzləri məməlilərdə. Amma nəticədə dəriləri qurudur. Yəni biz özümüz də bir məməliyi əlimizi misal üçün bir qolumuza sürtsək, biz nəmlik görmürük, düzdürmü? Yəni dərimiz qurudur. Əgər dərimiz nəm olsaydı, belə deyək, geyimimiz islanardı. Məsələn, kofta geymişəm, koftamın qolu islanardı, amma islanmır. Niyə? Çünki dərim qurudur. Yəni bunu belə də yadda saxlayaq. Dərimiz vəzilidir, vəzilərlə zəngindir, amma qurudur. Belə, bu da məməlilərin və öyrənişlərinizi yoxlayın, buna da baxaq, tapşırımıza da baxaq. Yer üzərində iqlim dəyişməsi heyvanların bədən örtüsünə təsir edirmi? Fikrinizi əsaslandırın. Bəli, təsir edir. İqlimin dəyişməsi, iqlimi formalaşdırır bir rütubət,
İki, temperatur. Yəni rütubət və temperaturun dəyişməsi heyvanların bədən örtüyünə təsir edirmi? Bəli, edir. Məsələn, balıqlar suda yaşayır. Bəli, dəriləri nəmdir. Sonra dedi, suda quruda yaşayanlar da suda yaşayır və onların da dərisi nəmdir. Amma quruda yaşayan nümayəndələri də var suda quruda yaşayanların. Məsələn, göl qurbağası təkcə göldə yox, elə çıxır misal üçün gölün üstündə, məsələn, zambağın yarpaqlarının üzərində oturmuş formada biz göl qurbağasını görə bilərik, amma yenə də dərisi nəmdir. Niyə? Çünki dərisi eyni zamanda tənəffüsdə iştirak edir. Amma bayaq demişdik, quru qurbağası var idi, yəni həyatının daha çox hissəsini quruda yaşayır. Məhz bu quru qurbağasının dərisinin üzəri yəni artıq nisbətən biz orada qərniləşməyi görürük. Niyə? Daha çox quruda, quru mühitində olduğu üçün bədənin su itkisinin qarşısını almaq üçün. Bunu biz daha dəqiq, daha qəşəng görürük sürünənlərdə. Dedik artıq sürünənlər quraqlıq heyvanları olduğu üçün onların dəriləri, bədən üzəri tamamilə qərniləşmiş pulcuqlarla örtülmüşdür. Məhz suyun buxarlanmasının qarşısını almaq üçün və quş və məməli kimi istiqanlı heyvanlarda isə bədən örtükləri onların bədən temperaturunun sabit saxlanmasında rol oynayır. Düzgün ifadələri seçin. Quşların dərisində çoxlu vəzi var. Xeyr, yanlışdır. Quşların dərisində bir ədəd vəzi var. Düzgün vəzi və salam. Qurbağaların dərisi nəm və çılpaqdır. Bəli, doğrudur. Çılpaq demək o deməkdir ki, yəni misal üçün quşlarda lələk var, məməlilərdə tük var, sürünənlərdə pulcuq var, quşlarda pulcuq var, balıqlarda pulcuq var. Amma qurbağanın dərisi çılpaqdır. Yəni heç nəyi yoxdur, amma nəmdir. Bəli, nəmdir. Nəmdir dəri biz görürük. Bir balıqlarda, bir də suda quruda yaşayanlarda. Sürünənlərin dərisi quru və vəzisiz olur. Bəli, tamamilə doğrudur. Heç bir dəri vəzisi yoxdur və tamamilə qurudur. Doğrudur. Amfiblərin bədən temperaturu ətraf mühitdən asılıdır. Bəli, bu da doğrudur. Asılıdır deyəndə deyəcəyik balıq, suda quruda yaşayanlar sürünənlər və yaxud da amfiblər və reptillər və balıqlar. Suda quruda yaşayanlar amfiblərdir, sürünənlər reptillərdir. Bədən temperaturu ətraf mühit şəraitindən asılı deyil deyəndə onu da deyəcəyik. Bu yalnızca quş və məməlilərdir. Balıqların dərisi çılpaq və seliklidir. Xeyr, yanlışdır. Seliklidir, düzdür, amma çılpaqdır. Səhvdir, çünki bədən üzərində deməli pulcuqları var. Məməlilərdə tük örtüyü inkişaf etmişdir. Bəli, doğru düşüncədir. Məməlilərin əksəriyyətinin bədən örtüyü tükdür. Məməlilərin dərisinə vəzi yoxdur. Dedik ki, xeyr, yanlışdır. Məməlilərin dərisində ən çox vəzi müxtəlifliyi var. Yəni dərisinə yoxdur, bu yanlış düşüncədir. Büzdün vəzisinin quşlar üçün əhəmiyyəti nədir? Bundan biz artıq geniş-geniş danışdıq ki, bir ədəd büzdün vəzisi var. Büzdün vəzisi yerləşir bədənin sonunda, büzdün sümüyünün üzərində, yəni gövdənin sonunda, büzdün sümüyünün üzərində və büzdün vəzi yağa və yaxud da piyə bənzər maddi ifraz edir. Məhz həmin bu maddəni quş dimdiyi vasitəsilə sıxır və lələklərinə sürtür. Bu həm quşun bədəninin islanmasının qarşısını alır, həm də lələklərin daha vahid bir forma alaraq daha belə deyək də səliqəli uça bilməsinə şərait yaradır. Belə. İzah bu qədər yoldaşlar. Növbəti izahlarda görüşənədək uğurlar.